Abşeron rayonu Qobbu qəsəbəsində bədbəxt hadisə baş verib. Doğru Xəbər Azərbaycan məlumatına görə 1984-cü il təvəllüdlü qəsəbə sakini Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evdə elektrik cəryanı vurub, o ilə hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır. Goranboy rayonu Səmədabad kəndi ərazisində yol nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb, əraziyə Nazirliyin xilasediciləri cəlb olunub. VAZ 2106 və VAZ 2107 markalı minik avtomobillərinin iştirakı ilə yol qəza hadisəsinin baş verdiyi, vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən xilasetmə qüvvələri vasitəsilə avtomobillərdə sıxılı vəziyyətdə qalan və müxtəlif dərəcəli xəsarətlər alan vətəndaşlar 1942-ci il təvəllüdlü Hüseynova Gülnarə Məhəmməd qızı və 1991-ci il təvəllüdlü Əskərova Çinarə Heybət qızı xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Xilasedicilər tərəfindən 1969-cu il təvəllüdlü Qasımov Rıza Yəhyoğlu və 1940-cı il təvəllüdlü Qarayev Şahbaz İsmailoğlu'nun meyidləri avtomobillərdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəza zamanı ümumilikdə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib. Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində qətl törədilib. Paytaxt sakini 1986-cı il təvəllüdlü Xələfov Məzahir Xanoğlan oğlu bıçaqlanaraq öldürülüb. Cinayəti törətməkdə şübhəli bilinən Sakit Piriyev polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib, hər iki şəxsin dost olduğu deyilir, araşdırmalar davam etdirilir. Gəncədə 17 yaşlı yeniyetmənin meyidi yaşadığı evdən tapılıb. 2009-cu il təvəllüdlü Çərkəzlinin meyidi yaxınları tərəfindən aşkar olunub. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda ilkin araşdırma tədbirlərinə başlanılıb. Qax rayonu Qax-Qıpçaq Kötüklü avtomobil yolunda ağır qəza olub. Belə ki, rayonun Qaysarlı kənd sakini Faiq İbrahimov idarə etdiyi VAZ 2107 markalı avtomobil hərəkətdə olarkən idarə etməni itirib, nəticədə maşın ağaca çırpılıb. Qəza zamanı sürücü Faiq İbrahimov və avtomobildə olan həyat yoldaşı Xanım İbrahimova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar. Fakta görə araşdırma aparılır. Xəbər verdiyimiz kimi ötən gün İmişli rayonunda yeniyetmə Araz çayında boğulub. Doğru Xəbər Azərbaycan bildirir ki, 11-ci sinif şagirdi Turan Mirişov naməlum şəraitdə Araz çayının rayonun Rəsullu və Məhəmmədəli kəndləri ərazisindən keçən hissəsinə düşüb. Hazırda məktəblinin axtarış xilas etmə tədbirləri davam etdirilir, əlavə məlumat veriləcək.